ki. Maaşımı çəkəcəm. Baxın, hesabımda tam 9084 qəpik pulum var. Bunu mən və xanımlar, bugün mən premiumu və maaşımı çəkdim. Şükürlər olsun, əziyyətimizin, zəhmətimizin qarşılığını aldıq. Sağ olsun Fabelik, təşəkkür edirəm. Dəyərli komandama, qrupumun hər bir üzvünə buradan səmimi qəlbdən dərin təşəkkürlərimi bildirirəm. Yaxşı ki varsınız, yaxşı ki varmısınız və bunu buradan göstərmək məqsədim bundan ibarətdir ki, sizlər də görəsiniz ki, həqiqətən bizdə bu qazanclar, bizdə bu gəlirlər, bu uğurlar var. Siz də durmayın, dayanmayın. Sizlər də bunlardan yararlanın və yenə deyirəm, hər zaman dediyim kimi maaşınızın nə qədər olmağını şirkət deyil, siz təyin edirsiniz. Ürəyiniz istəyən məbləği parmağınızı qoyursunuz ki, mən aylıq 20 gündən 1000 manat istəyirəm və o 1000 manat üçün çalışıb bunu qazanırsınız. Və yaxud da ki, mən 20 gün üçün, 21 gün üçün bir kataloq ərzində 500 manat istəyirəm, 3000 istəyirəm, 5000 istəyirəm. Yəni hədəf sizin, məqsəd sizin, istək sizin, arzu sizin.